Matta 28-ci fəsil. Şənbə günü keçəndən sonra, həftənin ilk günü, səhər dan yeri ağaranda, Məcdəlli Məryəm və o biri Məryəm qəbri görməyə gəldilər. Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbim bir mələyi göydən enib gələrək, daşı bir tərəfə yuvarladı və üzərində oturdu. Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. Keşikçilər qorxudan titriyib ölü kimi oldular. Mələk qadınlara müraciət edərək dedi: Siz qorxmayın, çarmıxa çəkilmiş İsa'nı axtardığınızı bilirəm. O burada yoxdur, dediyi kimi dirilmişdir. Gəlin onun yatdığı yeri görün. Tez gedin, onun şagirdlərinə belə söyləyin. İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz. Budur, mən sizə xəbər verdim. Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. Amma budur, İsa, sizə salam, deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsa'nın ayaqlarına sarılaraq ona səcdə qıldılar. İsa onlara dedi: qorxmayın. Gedin qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər. Qadınlar hələ yolda ikən, keşikçilərdən bəzisi şəhərə gəlib, baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər. Onlar ağsaqqallarla toplaşıb, məşvərət keçirdikdən sonra, əskərlərə çoxlu pul verib dedilər: Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib onu uğurlayıblar. Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qutararıq. Beləliklə, əskərlər pulu alıb tapşırıldığı kimi elədilər. Bu söz bugünə kimi Yahudilər arasında yayılmışdır. 11 şagird Qalileyaya, İsa'nın onlara təyin etdiyi dağa getdi. İsa'nı gördükdə ona səcdə qıldılar. Bəzisi isə şübhə elədi. İsa yaxınlaşıb onlara dedi: Göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdir. Beləliklə gedin, bütün millətləri mənim şagirdim edin. Onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz edin. Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonuna qədər hər gün sizinləyəm.